Bəli, əziz dostlar, ikinci hissədə biz yenidən görüşürük. Az öncə də dediyim kimi, bu sahəyə gəlmək istəyənlər, hələ bu sahənin girişində olanlar, bu aktyor sənətinin nə olduğunu əslində tam olaraq bilmirlər. Sanki aktyor sənəti sadəcə çox asan bir sənətdir. Orada rol oynamaq asan məsələdir. Sanki bunu hər kəs eləyə bilər. Nə var ki bunda? Xeyr, əziz dostlar. Aktyor sənəti gözəl sənət olduğu qədər eyni zamanda çətin sənətdir. Vəfasızlığı da var, eyni zamanda vəfasız sənətdir. Mən bunu sizə deməliyəm. Yəni aktyorluq dünyanın ən vəfalı sənətlərindən biridir. Mütləq siz hər zaman çəkdiyiniz əziyyətin qarşılığını alacaqsınız, heç vaxt işsiz qalmayacaqsınız. Xeyr. Yəni bəlkə xarici ölkədə də düzdür, xarici ölkədə də var, Türkiyədə, başqa ölkələrdə, Hollywoodda, amma Azərbaycanda bu vəfasızlıq daha çoxdur. Mən bunu sizə deməliyəm. Sizə yalan danışa bilmərəm, amma Azərbaycanda bu daha dediyim kimi çoxdur, vəfasız sənətdir. Amma gözəl sənətdir eyni zamanda. Yəni sektor varsa, ədalət varsa və keyfiyyət varsa, həqiqətən çox gözəl sənətdir, yəni icra eləmək üçün. Amma eyni zamanda dediyim kimi çətindir. Yəni sadəcə sektor var, ədalət var, yaxşı aktyorsansa sən qabağa gedəcəksən. Amma dediyim kimi yaxşı aktyorsansa, amma sən aktyorluğun nə olduğunu bilmirsənsə, yəni rol göstərməyi deyə düşünürsənsə, mən özüm keçən dəfə demişdim ki, aktyorluq rol göstərmək deyil. Aktyorluq sənə verilən obrazı, onu gerçək həyatdakı öz obrazın olaraq mənimsəyib onu ifa etməkdir səhnə qarşısında, kamera önündə. Aktyorluq budur. Və sən bunu bilməlisən ki, bu sənətə gəlməlisən. Bilmədən gəldikdə artıq sən qabağa gedə bilmirsən. Çünki gedirsən, məsəl üçün gerçək bu işdən başa çıxan rejissorlar, aktyorlar, yəni sənin olmayan oyunu görəndə artıq bilirlər ki, sənin bu sənətə bir gələcəyin yoxdur. Aktyorluğun nə olduğunu bilmək lazımdır. Bu sahəyə məşhurlaşmaq üçün gəlmək lazımdır. Belə bir məsələlər var və eyni zamanda bu sahəyə gələn insan, məsəl üçün dediyim kimi gedirlər, mən görmüşəm də yalançı o dediyim akademiyalara falan, o kastinqlərə falan gedirlər. Amma məsələn özləri nə gerçək bu işi biləndən dərs alırlar, nə də ki özləri məsəl üçün Google-a girib araşdırma edirlər, Wikipediyaya daxil olurlar, aktyorluqla bağlı kitabları alıb oxuyurlar, məsəl üçün. Belə kitablar var aktyorluq sahəsində, aktyor sənəti ilə bağlı belə kitablar var ki, məsələn onları alıb oxuduqda düzdür, əlbəttə ki onları alıb oxuyub sən sırf aktyor olmayacaqsan, bir tək onları oxumaqla, amma səndə bir fikir yaranacaq, artıq aktyorluğun nə demək olduğunu öyrənəcəksən. Elə kitablar var, xarici yazıçıların yazdığı kitablar, amma onlar da əlbəttə ki axtarıb alıb oxumaq lazımdır. Onu da eləmirlər. Sadəcə mən aktyor olmaq istəyirəm, mən məşhur olmaq istəyirəm, mən yaxşıca pul qazanmaq istəyirəm gələcəkdə, gəlim aktyor olum. Yaraşığım var, gözələm, gəlim aktyor olum. Elə bir şey yoxdur əziz dostlar və mənim də çox əsəbləşdiyim şeylərdən biri də hal-hazırda ölkəmizdə elə adamlar çoxdur. Yəni yerindən duran aktyor olmaq istəyir. Dediyim kimi aktyorluğun nə demək olduğunu bilmir. Bu sahədə bir istedadı da yoxdur. Özlərində də çalışmır. Sadəcə o yalançı akademiyalara getməklə elə bilir ki, bu aktyor olacaq. Filmlərdə iştirak etməklə elə bilir ki, bu qabağa gedəcək. Ki filmlərdə oynamaq üçün də sənin təhsilin olmalıdır, istedadın olmalıdır. Ən birinci məsələ, ikinci üzərində çalışmasan, amma səndə heç biri yoxdur və sən sırf filmə çəkilmək istəyirsən ki, nəticədə kimsə məndən soruşanda deyim ki, film çəkim. Elə şeylər əlbəttə ki, Azərbaycanda mən çox görmüşəm əziz dostlar. Ya film çəkmək üçün film çəkirlər, rejissor olmayan özünə rejissor deyir, hər əlinə kamera alan özünə rejissor deyir. Gerçək rejissorların əməyi heçə sayılır. Onlar bu qədər neçə il oxuyurlar, əziyyət çəkirlər və heç bir əziyyət çəkməyib, sadəcə gəlib pul verib kamera alan hər kəs özünə rejissor deyir. Yəni əziz dostlar, elə olsa mən də kamera alaram özümə, imkanım var, kamera alaram özümə, tutaram əlimdə, film çəkərəm və özümə rejissor deyərəm. Düzgün deyil. Rejissorluqla bağlı mənim bir təhsilim yoxdur. Əlbəttə ki, aktyor sənəti elə bir sənətdir ki, bu sənət insana rejissorluğun da, rejissorluq sahəsində də
açar rol oynayır aktyor sənəti. Amma bu sahənin bir də tədris işi var. Yəni sadəcə sən mənim məsələn yaradıcı beynim var, Allahıma çox şükür. Və məsələn bu sahənin də neçə ildir içindəyim, 10 ildir içindəyim. Mən indi durum deyim ki, məndə bunlar var. Və mən artıq rejissoram. Əlbəttə ki, əziz dostlarım, mənim elə bir şey yoxdur. Sadəcə və sadəcə bununla olmaz. Bunun təhsilini də almaq lazımdır. Məsələn, aktyor sənətində istedadım da var, Allahıma çox şükür. Və eyni zamanda bunun təhsilini də almışam. Ssenarisi ilə bağlı yaradıcı fikirlərim var, amma bunun o ssenarisi, o texniki hissəsində özüm araşdırma edib öyrənmişəm. Yəni yoxsa hər yerindən duran ssenari yazmağa çalışır, özünə ssenaristdir, film çəkməyə çalışır, özünə rejissordur, düzgün deyil. Və dediyim kimi, aktyor sənətində də belə hər yerindən duran əlinə kamera alan özünə rejissor deyir, hər yalançı akademiyaya gedən, bir dəfə kamera qarşısına keçən adam özünə aktyor deyir. Sırf mən filmə çəkilmək istəyirəm deyir. Sırf film çəkmək üçün film çəkilir. Sırf filmə çəkilmək üçün filmə çəkilir. Amma orada heç bir aktyor və rejissor yetişmir əslində. Bəli, əziz dostlar, indi isə mən sizə duyğuya, hissə girməkdən danışacağım. Dediyim kimi, bu necə olur? Əziz dostlar, birincisi, dediyim kimi, səthi olaraq onu dedim ki, yəni aktyor, obraz öz beynini, öz gerçək beynini kənara qoyub oynadığı obraz üçün həmin obrazın beynini götürməlidir. Necə? Məsələn, mən Mahmudam. Dediyim kimi, hansısa bir filmdə, serialda və ya tamaşada Cavid obrazını oynayacağam. Mən burada necə götürə bilərəm o obrazın beynini, o obrazın xüsusiyyətləri necə öz üzərimə götürə bilərəm və necə canlandıra bilərəm. Bundan mən sizə danışacağam. Necə o olacam, yəni başqalaşacağam. Əziz dostlar, birincisi, məsəl üçün, mən baxacağam, məsələn, Cavid necə bir yerdən gəlib. Məsəl üçün, Cavidin neçə yaşı var? Cavidin atası, anası həyatdadırmı? Bacısı, qardaşı varmı? Bundan əlavə, Cavidin uşaqlığı necə olub? Travmatikmi olub? Yoxsa gözəlmi olub? Yoxsa nə gözəl, nə travmatik, ortada bir şey mi olub? Cavid ali təhsillidirmi? Hal-hazırda harda işləyir? Xəyallarına çatıbmı, yoxsa çatmayıbmı, yarımçıq qalıbmı, yoxsa o da mı ortadadır? Yəni, mən Cavidin həyatına baxacağam və ondan sonra artıq psixoloji olaraq onları analiz edəcəm, təhlil edəcəm. Və eyni zamanda buna baxacağım. Məsələn, Cavidin, senaristin Cavid üçün yazdığı nələrdir? Yəni, məsəl üçün belə deyim də, əlbəttə ki, senaridə sinopsis, tretman qurulur və bundan sonra senari yazılmağa başlayır. İlk öncə sinopsis, tretman qurulur, logline yazılır. Daha sonra isə artıq senari yazılmağa başlayır. Məsəl üçün, serialsa birinci bölüm, ikinci bölüm. Artıq bu birinci bölümü, ikinci bölümü oxuyanda mən Cavidin necə bir obraza sahib olduğu haqqında bir fikir yaradacağım özümə. Təcrübəmə əsaslanaraq bir fikir beynimdə yaranacaq və eyni zamanda da senaristin mənə verdiyi xüsusiyyətlərdən mən Cavidin necə biri olduğunu anlayacağam. Və burada amma əsas məsələ sadəcə anlamaq deyil, onu öz üzərimə otuzdurmaqdır. Mən bunu necə edəcəm? Cavidin həyat xüsusiyyətlərini, həyatını görüb, yəni necə bir, hal-hazırda necə bir yerdə olduğunu görüb, necə biri olduğunu görüb və mən daha sonra fikirləşəcəm. Mənim həyatımda, gerçək həyatımda belə biriləri var mıydı? Caviddən eyni xüsusiyyətə malik, onun kimi travmalardan və ya gözəl həyatdan keçmiş. Daha sonra onları gətirəcəm ağlıma, yeri gələcək müşahidə eləyəcəm. Məsəl üçün, Cavidin gülüşü fərqli bir gülüş olacaqsa, mən özüm onu tapacağam. Fərqli gülüş tapmaq istəyəcəm, gedəcəm, özüm fikirləşib tapacağam. Ya gedəcəm, müşahidə edib onu tapacağam. Ağlamağı olsun, gülməyi olsun. Hamısını mən beynimdə yaradıb quraraq, müşahidə və ya müşahidə edərək və ya ikisi birdən. Beləliklə, mən o obrazımı yaradacağam. O obrazımı yaradacağım. Cavid gözəl həyat sürüb və ya pis həyat sürüb, yetimxanada böyüyüb və ya gözəl ailəsi olub. Mən bunların hamısını düşünərək, analiz edərək, yeri gələndə özümdən, yeri gələndə isə xaricdən müşahidə edərək götürəcəm. Bəli, əziz dostlar, ikinci sənə də burada bitiririk. Üçüncü sənədə bu sahəni danışmağa davam edəcəm. Görüşəcəyik yenə.